belə diyetalar, belə manipulyasiyalar su gedir, bir də ki, əzələ kütləsi gedir. Pi də necə var, hələ də qalıbdır. Amma əgər siz diqqətlə buna yanaşsaz, siz bilərsiniz ki, düzgün qidalanmaq lazımdır. Gündə 5 dəfə, 6 dəfə yemək lazımdır. Düzgün. Orada hər bir şey olmalıdır. Karbohidrat olmalıdır, zülal, yağlar, vitaminlər, minerallar bilmək lazımdır. Bir də ki, təzə bir şey öyrəniblər fitness məşqçilər. İnsan onsuz da 100 kilodur da. İndi bu gəlibdir. Bunun bu problemidir. Başta sizdə insulin direnci var. Atam, insulin direnci olacaq da bu hazırdır da. Bu insan bu boydadır da. Orada insulin direnci de olacaq. Hormonlar da orada düz işləmir. Yəni bu baxanda bilinir də. Bunun üzərində işləmək lazımdır ki, biraz otursun yerinə. Davleniyası